Salam əziz miqvi sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə Time Test Bankından bilik və fəaliyyət növləri mövzusu üzrə olan testləri izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər. Və onlayn kurikulum dərslərimizə qoşulmaq istəyənlər 055 468 89 24 nömrəli WhatsApp nömrəmdən əlaqə saxlaya bilərlər. Vaxt itirmədən keçək suallara. Hansı fikir yanlışdır? Metakognitiv bilik yuxarı təfəkkür səviyyəsinə uyğun gəlir. Bəli, metakognitiv bilik çünki öz düşünmə prosesini, planlama, izləmə, qiymətləndirməsini reallaşdırır. Yəni Bloom taksonomiyasının inşallah keçəcək analiz, qiymətləndirmə, yaradıcı təfəkkür kimi yüksək səviyyələrinə uyğun gəlir. A doğrudur. B-də deyir, faktoloji bilik Bloom taksonomiyasının aşağı mərhələlərinə uyğun gəlir. Bu da doğrudur. Çünki məlumatın xatırlanması, məlumatın tanınmasıdır burada. Bu da anlama, bilmə, anlama mərhələlərinə uyğun gəlir. B də doğrudur. Yəni taksonomiyanın ilk 3 mərhələsi yuxarıdır, son 3 mərhələsi, ilk 3 mərhələsi aşağıdır, son 3 mərhələsi yuxarıdır. İnşallah bundan sonraki mövzumuzda onun ətraflı izah edəcəm. Çox maraqlıdır. Taksonomiyanın sevdiyim mövzulardandır. C-də deyir, şagirdin tapşırığın həlli zamanı özü üçün düzgün strategiya seçməsi prosedural biliyə aiddir. Bu yanlışdır. Çünki prosedural bilik necə etmək, yəni qaydanı necə tətbiq etmək buna aiddir. Strategiya seçmək, hansı üsulu nə vaxt seçmək deməkdir. Bu da metakognitivdir. Çünki şagird, baxın, özü söz var, strategiya sözü var. Artıq bunlar çox üstün səviyyədə, metakognitiv olan uşağa aiddir. Prosedural bilikdə olan uşaq sadəcə tapşırığı həll edir. Amma tapşırığı özü üçün düzgün strategiyanı seçir, düzgün vaxtı seçə bilirsə, bu artıq metakognitivdir. Metakognitiv şagird öz düşünməsini idarə edirsə var, plan qurursa var, qərar verirsə var, özünün idarəsi varsa var, refleksiya varsa olur. Prosedural bilik sadəcə işi icra etmək üçündür. Necə sualına cavab verirsə proseduraldır. Niyə sualına cavab verirsə konseptualdır. Yəni bu dediyim açar sözləri özünüzdə qeyd edin. İşi necə etmək proseduraldır. Niyə etmək konseptualdır. Öz strategiyama uyğun eləmək metakognitivdir. Bir oldu C bəndi. D-də nə deyir? Şagirdlər idraki proseslər haqqında nə qədər çox məlumatlı olsalar, daha yaxşı öyrənərlər. Bəli, metakognitiv yanaşmanın əsas prinsipidir bu. Şagird öz öyrənmə üsullarını bildikcə daha effektiv öyrənir. Y-də deyir, strateji bilik öyrənmə və tətbiqlə bağlı strategiyalardan xəbərdar olmaqdır. Bəli, strateji bilik öyrənmə və tətbiq zamanı istifadə olunan üsulları bilməyi ifadə edir. Yəni ki, burada yanlış C bəndidir, çünki burada strategiya seçimi prosedural bilik kimi tətbiq olunmuşdur. Halbuki strategiya seçmək şagirdin öz idrak fəaliyyətini planlaşdırmasıdır, idarə etməsidir. Metakognitiv bilikdir burada. Yəni prosedural bilik yalnız əməliyyatları icra etməklə məhdudlaşır. Sonra keçək ikinci sualımıza. İkinci sualımıza deyir ki, hansı fikirlərdən hansı yanlışdır? Baxaq. Şagirdlər bilik əldə edərkən onu kognitiv proseslərdən keçirməlidirlər. Bəli, birinci kognitiv nədir? İdrak. Yəni mən onu dərk eləməliyəm. Görüm nədir? Yəni öyrənmə yalnız qəbul etmək deyil, emal da tələb edir. Yəni şagird məlumatı analiz edir, müqayisə edir, mənalandırır. Bunu o nəzərdə tutur. Bəli, proseslərdən də keçməlidir. Yoxsa eləcə robot kimi mən onu kognitiv qəbul etməklə deyil ki, proseslərdən də keçməliyəm. A doğrudur. B dedir, biliyin qəbulu zamanı kognitiv və metakognitiv fəaliyyətlərin əhəmiyyəti böyükdür. Bəli, kognitiv fəaliyyət məlumatın işlənməsidir. Metakognitiv fəaliyyət bu prosesi idarə etmək deməkdir. Yəni bu ikisi birlikdə effektiv öyrənməni təmin edir. Doğrudur. C-də deyir, şagirdlər onlara ötürülən bilikdən özləri üçün bir məna çıxara bilməlidirlər. Bəli, bu konstruktiv yanaşmadır. Şagird pasiv qəbul eləmir, mənanı özü qurur. Bəli, ötürülən bilikdən özləri üçün məna çıxartmalıdırlar. C də doğrudur. D-də deyir, biliyi faktoloji, konseptual, prosedural, metakognitiv olaraq təsnif edirlər. Bəli, Bloom taksonomiyasının bilik növlərinə görə də belə düzgün sıralanır. Doğrudur. Y-də deyir, şagird biliyin ötürülməsində pasiv iştirakçı rolunu oynamalıdır. Xeyr, müasir təlim yanaşması şagird yönümlüdür bilirik. Yəni şagird pasiv yox, aktiv iştirak eləməlidir, araşdırmalıdır, müzakirə etməlidir, tətbiq etməlidir. Pasivlik köhnədə qaldı, ənənəvi yanaşmada qaldı. Effektiv addım
deyil. Yəni şagirdin biliyi ötürməsi prosesində pasiv iştirak etməsi müasir pedaqoji yanaşmaya ziddir. Müasir təlim modellərində şagird aktiv öyrənən kimi çıxış eləməlidir, bilikləri özü qurmalıdır. Konstruktiv yanaşmada şagird informasiyanı sadəcə qəbul etməməlidir, onu mənalandırmalıdır, tətbiq eləməlidir. Pasiv iştirak ümumiyyətlə öyrənmənin keyfiyyətini aşağı salır. Ona görə də elmi baxımdan da düzgün deyil. Bu səbəbdən biz bunu Y bəndi götürmüş oluruq. Keçək 3-cü sualımıza. Uyğunluğu bizdən istəyir. Adı deyir, şagird məsələni həll etməzdən öncə onu təsəvvüründə canlandırmağın anlamasına yardım etdiyini bilir. Bir dəqiqə. Şagird məsələni həll etməzdən öncə onu təsəvvüründə canlandırmağın anlamasına yardım etdiyini bilir. Bəli, yəni düşünmə, belə deyək də, şagird bir növ problemi həll etməzdən əvvəl onu təsəvvüründə canlandırırsa, yəni öz düşünmə prosesini idarə eləyə bilir. Özünü idarə eləyə bilirsə, bu nədir? Metakognitivlik. Bir adı. Şagird yayda okeandan materikə doğru əsən küləklərin adlarını sıralayır. B. Bu deklarativ bilik olar. Çünki şagird küləyin adlarını sadalayırsa, fakt və terminləri bilir deməkdir. Ona görə bu deklarativ bilik olur. Yəni sadəcə adlarını bilir. Declare sözündən gəlir, məlumat elan deməkdir. Sonra şagird şəhər və kənd əhalisinin say nisbəti etibarilə dəyişməsini hesablayır. Bu əməliyyatdır, tətbiqdir, hesablama aparır, ona görə proseduraldır. Şagird sağlam həyat tərzinə təsir edən amilləri qruplaşdırır. Yəni anlayışlar arasında əlaqə qurur. Qruplaşdırmaq, konseptual, baxın konsept, birləşdirir, qruplaşdırmaq, ümumiləşdirmək, bu konseptualdadır. Ona görə 3 də olur, 3D-dir, 4B-dir. Cavabımız A bəndi olmuş olur. 4-cü sualımıza baxaq. Deklarativ biliklə bağlı fikirlərdən hansı yanlışdır? Hər hansı bir sahə ilə bağlı olan terminlər biliyin bu növünə aiddir. Bəli, terminlər, ifadələr, yəni hər hansı məlumat xarakterli biliklər burada olur. Yəni fakt, termin, məlumatların xatırlanmasıdır. Yəni tarixlər, anlayışlar adlar. Doğrudur, çünki deklarativ biliyin əsas hissəsidir A bəndi. Fənlə bağlı dəqiq məlumatları özündə əks elətdirir. Deklarativ biliyin konkret informasiya verməsi burada yer alır. Doğrudur. Digər bilik növlərinin formalaşmasında mütləq deklarativ bilikdən istifadə olunur. Çünki faktları bilmədən sən tətbiq eləyənməzsən, sən analiz eləyənməzsən, sən yaradanmazsan, təyyarləndirənməzsən, C də doğrudur. D-də deklarativ biliyə idraki bilik fəaliyyətinin istənilən mərhələsinə rast gəlir. Bəli, bütün digər biliklər bunun üzərində qurulur. Y-də nə deyir? Hər hansı bir tapşırığın icrasını necə edəcəyimizi bilmək deklarativ bilik hesab olunur. Bu yanlışdır, çünki prosedural bilikdir. Bayaq dedim, necə sualı harda varsa o proseduraldır. Niyə sualı harda varsa o konseptualdır. Necə etmək əməliyyatdır, tətbiqdir. Yəni deklarativ bilik fakt və məlumatların mənimsənilməsi bağlıdır. Yəni nədir sualına cavab verir, terminlər, anlayışlar, konkret məlumatlar burada yer alır. Tapşırığın necə yerinə yetiriləcəyini bilmək prosedural biliyə aiddir. Ona görə cavabım Y bəndi olmuş olur. Keçək 5-ci sualımıza. Müəllim şagirddən xarici dildə yeni sözləri daha yaxşı yadda saxlamaq üçün hansı üsullardan istifadə etdiyini siniflə bölüşməsini xahiş edir. Burada metakognitiv olur. Nəyə görə? Çünki hansı üsuldan istifadə etdiyini bölüşürsən. Yəni şagird necə öyrəndiyini düşünür, öz strategiyalarını izah edir, yadda saxlama üsullarını şərh edir. Faktoloji olmaz, çünki sözləri özünü bilir. Prosedural bilik konkret usulu tətbiq etmək yox. Yəni konseptual da anlayışlar arasında əlaqə olardı. Burada şagird öz öyrənmə prosesini dərk edir, izah edir. Bu metakognitivdir. Şagird hansı üsullardan istifadə etdiyini izah edirsə, öz öyrənmə prosesini dərk etdiyini göstərir. Yəni burada metakognitiv bilik əsas rol alır. Şagirdin öz idrak strategiyalarını bilməsi, onları şərh eləməsi metakognitivlikdir. Şagird yalnız biliyi tətbiq eləmir, həm də onu necə əldə etdiyini analiz edir. Ona görə də bu vəziyyət metakognitiv biliyi çağırır. Cavab oldu 5-də C bəndi. 6-cı sualımıza baxırıq. Bu misraların mahiyyətini dərk edən şagirddən biliyin hansı növ formalaşacaqdır? Ümumiyyətlə, mahiyyət, əhəmiyyət sözlərini harada görürüz? Bilin konseptualı.
Canə sən candan nə kim gəlsə cigərlər ağrımaz, həq bilir bir zərrə neştərdən damarlar ağrımaz. Nəsimi? Yəni mahiyyətini dərk eləyirsə, burada şagird mətnin dərin mənasını şagird anlamış olur, ideyanı çıxardır, məzmunu şərh edir. Yəni anlayışlar və mənalar üzərində düşünür. Konseptual anlayışlar, mənalar, lər, harda çoxlu ümləşdirmələr, qruplaşdırmalar, bu kimi belə deyək, faktoloji bilik, deklarativ bilik sadə cümlədir. Yəni bir dənə isim var cümlədə, belə yadda saxlayın. Konseptual bilik bir neçə dənə isim var, yəni mürəkkəb cümlədir. Görürsünüz, bir neçə konseptualda anlayışlar, mənalar var burada. Mahiyyətini anlayırsa, deməli bu konseptualdır. Mahiyyət, əhəmiyyət sözlərini görəndə konseptual axtarın. Mətnin mahiyyətini dərk eləmək, faktları xatırlamaq deyil. Anlayışlar arasında əlaqə qurmaq deməkdir. Ona görə də konseptual olur. Çünki şagird məzmunu şərh eləyir, ümumi ideyanı müəyyən eləmiş olur. 6 oldu B bəndi. 7-yə baxıram. Müəllim şagirdə instinkt, düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirməyi tapşırır. Baxın, eləcə desək ki, müəllim şagirdə instinktin nə olduğunu mesela öğrenmeye tapşırır. Bu onlarda deklarativ. Ama burada bir dənə isim yoxdur. Həm instinkt bir isim var, düşüncəli fəaliyyət ikinci isim var, təfəkkür üçüncü isim var. Bir neçə dənə isim varsa bu olur konseptual, yəni fərqləndirmək var, anlayışı ayırmaq var, kateqoriyalaşdırma var, anlayışın müqayisəsi var, fərqləndirmə anlayışlar arasında əlaqə fərqləri müəyyən etmək deməkdir. Ona görə bu olur konseptual. 8-ci sual. Sual nümunələrindən biri faktoloji biliyin yoxlanmasına xidmət etmir. Ağac üzərində faktoloji biliyə deyir. Ağac üzərində qrafikaya nə deyilir? Bəli, burada artıq termin var. Ağac üzərində nə deyilir? Səndən konkret cavab istəyir. Konkret fakt, tarix, termin varsa bu faktoloji bilikdir. Rusiya təhkimçiliyi nə vaxt? Baxın, nə deyilir? Nə vaxt ləğv edilir? Dəqiq cavab istəyirsə bu olur faktoloji. Rus sənətkarlığının ən böyük mərkəzi haradır? Poltava döyüşü neçənci ildə baş verir? Görsə dəqiq sual verəndə bu ingilis dilində keçmiş zamandan bitmiş zaman arasında fərq həmişə onda deyirlər ki, məsələn, dəqiq vaxtdırsa keçmiş zamandır. Dəqiq vaxt deyilsə bu bitmiş zamandır. Bu da onun kimidir. Dəqiq vaxt varsa faktoloji bilikdir. Nə deyilir, nə vaxtdır, haradır, neçənci ildir? Dəqiq məlumatlar dediyimiz kimi faktoloji oldu. Amma Y bəndi yanlışdır. Çünki informasiyanı daha yaxşı yadda saxlamaq üçün nə etməliyəm? Bu artıq metakognitivdir. Bu sual faktın xatırlaması deyil, əzizim. Öyrənmə strategiyasını müəyyən etməyə tələb etməkdir. Burada faktoloji deyil, metakognitiv fəaliyyət olur. Çünki faktoloji biliyin yoxlanmasını burada önəmli deyil. Sənin onun necə hansı strategiyanı seçməyin önəmlidir. Öyrənmə üsulun önəmlidir. Ona görə bu metakognitiv olur. Cavabım Y bəndidir. Keçək 9-cu sualımıza. Şagird cədvələ səsun uyğunluğu müəyyən edin deyir. Baxaq görək nə istəyir. Şagird bu bilik səviyyəsi sayəsində faktları sadəcə xatırlamaqla kifayətlənmir. Həm də səbəb-nəticə əlaqələrini quraraq yeni situasiyalarda düzgün ümumiləşdirməklə izah verir. Bayaq dedim, harda səbəb-nəticə, mahiyyət, əhəmiyyət sözləri gördünüzsə, konseptualı götürün. Bəli, bu ona görə doğru fikirdir. Səbəb nəticə qurur, ümumiləşdirir, izah eləyir. Bir doğrudur. Biri götürür, iki də nə deyir? Eyni cismin ayda və yerdə kütləsinin sabit qalması, lakin çəkisinin fərqli olması hansı səbəblərlə izah olunur? Fikrini əsaslandırın. Burada konseptual ola bilər. İzah olunur, fikrinizi əsaslandırın deyir, fərqini deyir. Burada prosedural olmur axı. Konseptual bilikdir, prosedural yox. Ona görə eyni cismin çünki çəkisin fərqli olması hansı səbəblərlə. Baxın, səbəb var. Yuxarıda da səbəb sözü var idi. Səbəb, nəticə, mahiyyət, əhəmiyyət sözlərini görəndə konseptual götürür. Burada bunu yanlış veribdir. Prosedural yazıb, doğru yazıb. Xeyr, konseptual olmalıydı. Ki, yanlışdır. İlk yardım çantasında olan materiallardan istifadə edərək kiçik kəsiyi sarıyın. Burada nə deyir? Necə etmək? Materiallardan istifadə edərək. Belə dedi, ilk yardım çantası kəsiyi sarmaq. Necə etmək? Bu proseduraldır, amma burada faktoloji verib. Burada yanlışdır. Bu prosedural olmalıdır. Necə etməyimlə bağlı. Faktoloji sadəcə məlumat xarakterlidir. Nə vaxtdır, nədir, kimdir?
Yanlışa yanlış veribdir. Ona görə doğrudur. Cavabım 3'dür. 1-3 C bəndi. 4'te deyir ki, bu bilik insanın öz öyrənmə prosesini dərk edib idarə etməsi, nədə çətini qiymətləndirərək məqsəd qoyması, uyğun strategiya seçməsidir. Bu strategiya varsa nə olur? Meta olur. Çünki məqsəd qoyur, strategiya qoyur. Ona görə bu metodu yanlış yazıb. Doğru yazıb amma yanlışdır. Cavabım ona görə C bəndi olmuş oldu. Keçək 10-cu sualımıza. Hansı fikir doğrudur deyir. Baxaq. Biliklərin möhkəmlənməsi əsasən məlumatın bir neçə dəfə təkrar olunaraq yadda saxlanmasına əsaslanır. Biliklərin möhkəmlənməsi. Bu yalnız təkrarla alınmaz. Möhkəmlənmə yadda saxlama ilə deyir. Təkrar etmə əsasdır deyir. Təkrar vacibdir, amma müasir təlim yalnız üzr istəyirəm, mexaniki yaddaşa əsaslanmır. Ona görə bunu götürənməliyik. Bilik ən effektiv şəkildə müəllimdən şagirdə hazır və sistemli formada təqdim olunduqda ötürülür. Xeyr, bu köhnə yanaşmadır. Yəni nəvi yanaşmadır. Müasir təlim şagird yönümlüdür və aktivdir. C-də deyir, bilik növləri fakt və anlayışları bilməyə, işi icra etmə bacarığına anlayışlar arasındakı əlaqələri dərk etməyə və öz öyrənməni planlayıb qiymətləndirməyə əsaslanır. Bəli, bilik növləri faktları bilməyə, işi icra etməyə, anlayışları dərk etməyə, öz öyrənməni planlamaqdır. Bəli, bu doğrudur. Faktoloji bilik, prosedural, konseptual, metakognitiv biliklərin hamısını əhatə edir. C doğrudur. D-dir, bilik əsasən bir mövzunu yaxşı başa düşməkdən ibarət deyil, onu düzgün və səlis ifadə etmək bacarığından asılıdır. Bu yanlışdır. Bilik yalnız danışmaq deyil, anlama, tətbiq və analizdir. Ona görə bu da getdi. Y-dir, bilik zamanla öz-özünə dərinləşir. Bir mövzunu bir dəfə öyrənmək sonradan əlavə, təkrar və tətbiq olmadan da uzun müddət sabit qalmağa kifayət edir. Bu yanlışdır. Təkrar və tətbiq olmadan bilik əksinə itirilmiş olur. Qazanılmış. Ona görə G-də yanlışdır. Cavabım oldu. C bəndi. 11-ci suala baxırıq. Hansı nəqliyyat vasitələri bugün müasir hesab edilmir və nə üçün? Baxın, bayaq dedim ki, necə sualına cavab verən proseduraldır. Özünüzdə qeyd edin. Necə sualına cavab verən proseduraldır. Niyə sualına, nə üçün sualına cavab verən mahiyyət, əhəmiyyət, səbəb, nəticə kimi sözləri harda gördünüzsə, bilin ki, konseptualdır. Yaddan çıxmasın. Baxın, və nə üçün? Nə üçün sualı varsa, müqayisə edir, səbəbi izah edir, anlayış arasında əlaqə qurur, sadəcə fakt demək deyil. Deklarativ olsa sadəcə ad çəkər. Prosedural olsa necə etdiyini deyir. Metakognitiv olsa öz düşünməsini analiz edir. Amma anlayışlar və səbəb-nəticə əlaqəsi burada mövcuddur. Yəni bu tip suallar şagirddən anlayışlar arasında əlaqə qurmağı, səbəb-nəticə əsasında izah verməyə tələb edir. Bu da konseptual biliyin əsas xüsusiyyətidir. Şagird yalnız faktları deyil, onların mahiyyətini və səbəblərini dərk edir. Cavabım ona görə B bəndi olmuş oldu. Keçək 12-ci sualımıza. 12-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. Kulturologiyanın bir elm kimi nədən bəhs etdiyini bilir. Uyğunluğu istəyir bizdən. Bəli, bu doğrudur. Çünki bilir, deyir, fakt və anlayışlar tanıyır deməkdir. Bilir, deklarativdir. Sifət haqqında deyilən fikirlərdən yanlış olanları müəyyənləşdirir. Burada sifət haqqında deyilən fikirlərdə yanlış olanları müəyyən eləyir. Burada analiz eləyir, müqayisə eləyir. Bu prosedural deyil axı. Bu konseptualdır. Çünki müəyyən eləyir. Proseduralda iş icra eləsə olardı. Ki yanlışdır. Mənəvi dəyərlərə malik olan milli mədəniyyət nümunələri ümumiləşdirir. Bayaq dedim, ümumiləşdirmə olanda konseptual olur, ümumiləşdirməyə, qruplaşma, konsept halına salır. Meta yazır. Yanlışa yanlış dediyi üçün doğrudur. 3'ü götürürük. Cavabım 1-3'dür. C bəndi. Bəşəriyyətin ibtidai tarixinə aid ilk tapıntının neçənci əsrdə əldə edildiyini bilir. Ona görə də burada cavabım spesifikdir. Doğrudur bu. Konkret məlumat var. Faktolojidir, deklarativ, spesifikdir. Bəli, doğrudur, amma yanlışın altında da seçə bilmərəm. Cavabım C bəndi olmuş olur. Keçək 13-cü sualımıza. Nə istəyir bizdən? Müəllim şagirdlərə sual verir. Məxrəc eyniləşdirilmədən kəsirlərin toplana bilməsi nə ilə bağlıdır? Ortaq məxrəc anlayışının nümunə üzərində açıqlayın. Bu tapşırıqda istifadə olunan bilik növünə uyğun olan tapşırığı müəyyən edin. Baxaq.
Sualın mahiyyəti nədir? Müəllim şagirddən məxrəc nə yeniləşdirilməlidir? Anlayışı nümunə ilə izah etmək deyir. Yəni anlayışı başa düşmək, səbəb-nəticə əlaqəsi qurmaq, izah etmək konseptual bilikdir. A-da deyir, sıxlığın ölçü vahidini yazın. Sıxlığın hesablanması üçün istifadə olunan düsturdakı hər bir simvolun nəyi ifadə etdiyini qeyd edin. Düstur simvol varsa fakt və izah var. Daha çox deklarativ, biraz da konseptual biliyə uyğun gəlir, amma tam uyğun deyil bu. B-yə baxaq. Kompasdan istifadə edərək sinif otağınızda şimal istiqaməti tapın. Sonra isə bu istiqamətə əsaslanaraq otaqdakı iki obyektin bir-birinə görə yerləşməsini istiqamətlərlə ifadə edin. Kompasdan istifadə var. Necə etmək? Prosedural bilikdir. Bu uyğun deyil. C-də deyir ki, verilmiş cümlələrin hansında metafora, hansında bənzətmə olduğunu müəyyənləşdirin və seçiminizi anlayışlara əsaslanaraq izah edin. Metafora və bənzətməni ayırmalısan, anlayışlara əsasən izah etməlisən, yəni anlayışları dərk etməyə, fərqləndirməyə, izah etməyə var. Bu tam konseptual biliyə əsaslanır. Cavabım C bəndidir. D-də deyir, Azərbaycan Respublikasının dövlət rəmzlərini sadalayın və onların qəbul edildiyi illəri qeyd edin. Sadalamaq varsa faktoloji deklarativdir. Y-də deyir, tapşırıqdan sonra özünüzü yoxlamaq üçün hansı üsuldan istifadə edəcəyinizi müəyyən edin. Bu özünü yoxlama üsulu seçməkdir. Bu da metakognitivdir, uyğun gəlmir. Yəni verilən tapşırıq anlayışın mənimsənilməsi və səbəb-nəticə əlaqələrinin izahını tələb edir bizdən. Bu da konseptual biliyin əsas xüsusiyyəti. C bəndində də şagirddən anlayışları fərqləndirmə və izah etmək tələb olunur ki, bu da konseptual biliyə tam uyğun gəlir. Digər variantlar faktoloji, prosedural, metakognitiv biliklə bağlıdır. Ona görə cavabım oldu C bəndi. Keçək 14-cü suala. Biliyin öyrədilməsi ilə bağlı hansı fikir yanlışdır? Biliyi şagirdlərə seçici formada ötürmək lazımdır. Seçici nədir? Yəni bütün məlumatlar yox, əsas məlumatlar seçib öyrətmək lazımdır. Məlumatın seçilməsi effektiv təlimin əsas prinsiplərindəndir. Doğrudur. B-də deyir, şagirdlər biliyin ötürməsi zamanı passiv qəbul edən tərəf olmalıdırlar. Bu yanlışdır. Çünki müasir təlim nədir? Şagird yönümlüdür, şagird aktiv iştirak eləməlidir, şagird müzakirə eləməlidir, şagird tətbiq eləməlidir. Passivlik köhnə, ənənəvi modellərdir. C-də deyir, bilik götürüləndən sonra şagirdlər onu kognitiv və metakognitiv fəaliyyətlərdən keçirməlidirlər. Doğrudur, müasir öyrənmənin əsas mexanizmidir. İnformasiyanı seçici şəkildə təqdim etmək lazımdır. Bəli, məlumatın strukturlaşması lazımdır. Seçib verəməsən, bütün məlumatları yox. Biliyin öyrənilməsi zamanı müəllimin fasilitator kimi çıxış etməsi əldə olunan biliyin daha yaxşı yadda saxlanmasına kömək eləyir. Bəli, yönəldici rolunda, fasilitator rolunda çıxış etməsi önəmlidir. Cavabımız ona görə olur burada. B bəndi, yəni müasir pedaqoji yanaşmalarda şagird passiv deyil, necə olur? Aktiv öyrənən olur. Təlim prosesi şagirdin fəaliyyətinə əsaslanmalıdır. Onun idraki və metakognitiv bacarıqlarını inkişaf etdirməyə yönəlməlidir. Passiv qəbul edən tərəf olmamalıdır. Yəni, ənənəvi təlimdə qeyri-effektiv yanaşma olurdu. Ona görə cavabım burada B bəndi olmuş olur. Keçək 15-ci sualımıza. 15-ci sualda bizdən nə istəyir? Uyğunluğu müəyyən edin deyir. Anlayışların mənasını, onların bir-biri ilə əlaqələrini və bu əlaqələri izah edən ümumi prinsipləri dərk etməyə əsaslanır. 1, 2, 3, A, B hissə ilə uyğunlaşdırmalıyıq. Baxaq. Anlayışların mənasını, onların bir-biri ilə əlaqələr. Baxın, əlaqə sözü var, anlayışlar var, lər, əlaqə varsa, bu konseptualdır. Biri özünüzdə yadda sanki konseptualdır. Bir işi addım-addım necə yerinə yetirməyi ifadə edir və əsasən praktik tətbiq məşq vasitəsindən olur. Addım-addım icra, praktika varsa proseduraldır. Özünüzdə qeyd edin. Faktları, anlayışları, qaydaları xatırlayıb aydın şəkildə ifadə edə bilməsi ilə xarakterizə olunur. Faktlar, qaydalar, burada larlərə baxıb çaşmayın. Fakt varsa bu deklarativdir. İndi ABC-yə baxaq. Parlament, konstitusiya və referendum anlayışlarının hər birinin bir əsas xüsusiyyətini qeyd edin. Bunlar xüsusiyyəti qeyd ediləmsə, bu faktı anlayışdır, deklarativ bilikdir. Deməli, 3A-dır. Sonra verilən bucaqları uyğun növə aid edin və niyə həmin növə daxil olduğunu qısa əsaslandırın. Burada artıq bucaqların növləri ayrı və izah etdirir. Anlayış var, əlaqə var, əsaslandırma var. Bu konseptual bilikdir. Hesablama yoxdur çünki. Son 1 oldu B, çünki konseptual idi B. PowerPoint-də bir neçə slayddan ibarət təqdimat hazırlayın. Yəni necə etmək?
təqdimat hazıram necə etmək? Prosedural bilikdir. 1B, 2C, 3A olmuş oldu. Yəni, anlayış plus əlaqə varsa konseptualdır. İşi icra etmək varsa proseduraldır, sadalamaq varsa deklarativdir. Cavabım oldu Y bəndi. Keçək 16-cı sualımıza. Deklarativ biliklə bağlı yanlış fikri müəyyən edin deyir. Baxaq, deklarativ bilik fərdin bildiyi faktları, anlayışları və qaydaları yadda saxlayıb sistemli və aydın formada ifadə etməsinə imkan verir. Bəli, faktlar, anlayışlar, qaydalar, nədir sualına cavab verməklər, yadda saxlama, ifadə, yəni faktları, qaydaları yadda saxlayıb ifadə edəmsə, bu deklarativdir. A doğrudur. B-də deyir, deklarativ bilik insanın müəyyən sahəyə aid terminləri, faktları, anlayışların əsas xüsusiyyətlərini yadda saxlayaraq onları doğru şəkildə tanıması ilə xarakterizə olunur. Bəli, termin və anlayışların xüsusiyyətini bilirəmsə deklarativdir. Şagird üçbucağın, daxili bucaqların cəmini 180 dərəcə olduğunu bilirsə, bu deklarativ biliyə əsaslanır. Bəli, məlumat xarakterli fakt var. D-də deklarativ bilik formalaşdıqdan sonra onu möhkəmləndirmək üçün təkrar və ya müxtəlif kontekstlərdə xatırlama məşqləri aparmağa ehtiyac qalmır. Bu yanlışdır. Yəni, bir dəfə formalaşdıqdan sonra təkrar və möhkəmləndirməyə ehtiyac yoxdur deyir. Bu yanlış fikir daxil. Deklarativ bilik təkrar tələb edir. Yadda qalması üçün möhkəmləndirmə vacibdir. Cavabım D bəndi olur. 7-də deklarativ bilik şagirdin gündəlik təcrübəsi, oxuduğu mətnlər və aldığı məlumatlar vasitəsilə fakt və anlayışları mənimsəyib yadda saxlaması nəticəsində formalaşır. Təcrübə, oxu və məlumatlar vasitəsilə formalaşır. Doğrudur bu. Yəni, deklarativ bilik faktların, anlayışların yadda saxlanmasına əsaslanır və onun möhkəmlənməsi üçün təkrar və tətbiq vacibdir. D bəndində deyir ki, bu bilik növünün möhkəmlənməsinə ehtiyac olmadığını, ehtiyac yoxdur. Olmaz axı, bu elmi baxımdan da yanlışdır. Cavabım oldu D bəndi. Keçək 17-ci sualımıza. Hansı fikir yanlışdır deyir. Prosedural bilik əsasən tətbiq etmə mərhələsi ilə əlaqəli olur. Bəli, işi icra edirik orada. Bu doğrudur. Proses var, işin icrası var, alqoritm var, hərəkət var. Ona görə biz A-nı düz götürürük. Necə etmək sualı var. Ona görə A doğrudur. B-də deyir, konseptual bilik şagirdə cümləni baş və ikinci dərəcəli üzvlərə ayırmağa xidmət eləyir. Bəli, yox, yanlış deyir, ayırmaq deyir. Çaşdım, üzrü sayın. Cümləni üzvlərə ayırırsa qayda tətbiq edir. Prosedural bilikdir. Konseptual bilikdə anlayışlar, əlaqələr, ümumiləşdirmələr olur. Bu bölür. Prosedural var burada. İş gedir. Proses gedir. Cavabım B bəndidir. Yanlış B-dir. C-də spesifik bilik faktoloji biliyin növüdür. Bəli, doğrudur. Metakognitiv bilik konseptual biliyə nisbətən daha üst səviyyə yer alır. Bəli, çünki metadır adı üstündə. İdrakin metası. Ayrı-ayrı faktoloji bilik arasında əlaqə yaratmaq konseptual biliyə aiddir. Bəli. Yəni, cümləni baş və ikinci dərəcə üzvlərə ayırmaq qaydanın tətbiqi ilə bağlıdır. Prosedural bilik burada yer alır. Konseptual bilik anlayışlar arasında əlaqənin qurulmasını əsaslandırır. 18-ci sualda cədvələ əsasən uyğunsuzluq istəyir bizdən. Doğrunun hatta yanlış, yanlışın hatta da doğru. Konseptual bilik anlayışlar arasındakı əlaqələri anlamağı və bu anlayışları daha geniş bir sistem daxilində izah etməyi ifadə edir. Doğrudur, sistem daxilində izah var. Konseptual da doğrunun hatta doğru, uyğundur, bizdən uyğunsuz istəyir. Deklarativ bilik faktlarının, anlayışların, termin və təriflərin yadda saxlanmasını, ifadə olunmasını əhatə edir. Bəli, fakt var, anlayış var, termin var, doğrudur. Deklarativdir. Uyğundur bu. Bizdən uyğunsuz istəyir. Metakognitiv bilik insanın təkcə nə bildiyini deyil, necə düşündüyünü və hansı strategiyanın onun üçün daha effektiv olduğunu dərk eləməsindən bağlıdır. Bəli, bu metakognitivdir, ancaq doğrudur, bizdən uyğunsuz istəyir. Doğrudur, yanlışın altında da uyğunsuzdur. 3-ü götürürəm. Prosedural bilik müəyyən bir tapşırığı necə yerinə yetiriləcəyini, yəni hansı addımların, hansı ardıcıllıqla icra olunmalı olduğunu bilməkdir, tətbiq etməkdir. Baxın, addım var, icra var, necə sualı var, var da var, ardıcıllıq var, hamısı proseduraldır. Doğrudur, yanlışın hatta da uyğunsuzdur. 18 D bəndidir. 19-a baxıram. Nümunələrə əsasən biliyin növlərini müəyyənləşdirin deyir. Baxaq. Şagird verilmiş isimləri qrammatik kateqoriyalara görə qruplaşdırır.
Qruplaşdırma varsa nədir bu? Qruplaşdırma, ümumiləşdirmə, sistemləşdirmə, bunlar hamısı konseptual bilikdədir. Ona görə bir oldu konseptual. 2 də şagird sözləri tərkibinə görə təhlil eləyir. Baxın, nəyəsə görə iş icra eləyirəmsə, proseduraldır. Sözlərin tərkibinə görə təhlil edirəm, qaydəni tətbiq edirəm deməkdir. Ona görə 2 prosedural oldu. Şagird hədəflərinə çatmaq üçün planlar hazırlayır. Baxın, plan hazırlamaq, hədəf var, plan var. 2 dənə meta fikir var. Yəni, bu olur metakognitiv. Yəni, hər uşağın görə bilməyəcəyi işdir. Öz öyrənməsini idarə etməkdir. Ona görə burada cavabım nə olur? Konseptual, prosedural, metakognitiv D bəndi. Keçirik 20-ci sualımıza. Abituriyent ali məktəbin müəyyən bir ixtisasına qəbul olunmağı hədəf qoyur və hədəfinə çatmaq üçün gündəlik rejim təyin edir. Baxın, hədəf qoymaq hər adamın işi deyil. Gündəlik rejim təyin etmək də ondan betər. Yəni metakognitivdir. Məqsəd qoyur, plan qurur, rejim tərtib edir. Yəni özünü idarə edə bilər. Bu insan özünü idarə edə bilirsə, hamını idarə edə bilər deməkdir. Metakognitiv olur. Sonra 21-ci sual. Konseptual biliklə bağlı verilmiş fikirlərdən hansı yanlışdır? Bu zaman şagird müxtəlif hadisələrlə bağlı anlayışlar arasında əlaqə qurur. Anlayışlarlar, əlaqə varsa konseptualdır. Şagird müxtəlif anlayışlar arasında oxşar fərqli cəhətləri bilir. Yəni anlayışlar, oxşar fərqli cəhət, eyni müstəvidə müqayisə konseptualdır. Fərqli müstəvidə müqayisə təhlildə inşallah onu taksonomiyada izah edəcəm. Konseptual bilik faktoloji biliyə əsaslanır və məntiqi düşüncə tələb edir. Bəli, yəni mürəkkəb cümlə sadə cümləyə əsaslanır. Doğrudur. Məntiqi düşüncə tələb edir. Konseptual bilik tapşırığın icrası üçün bir neçə addımdan ibarətdir. İcra, addım, ardıcıllıq, necə sual, hardadır? Prosedural. 21 D bəndidir. Konseptual bilik məfhum və anlayışlar arasında mürəkkəb bilik, əsaslanan mürəkkəb bilikdir. Bəli, sadə bilikdir. Anlayışlar, məfhumlar mürəkkəbdir, konseptualdır. Cavabım olur D bəndi. Keçək 22-ci suala. Şagird özünü qiymətləndirmə zamanı biliyin hansı növündən istifadə edir? Özünü qiymətləndirmə varsa burada artıq nə var? Metakognitivlik var. Artıq özünü idarə edə bilir. Ona görə artıq özünü dəyərləndirə bilir. Yəni, şagird öz fəaliyyətinə kənardan baxır, nəyə bildiyini, nəyə bilmədiyini, harada səhv etdiyini və necə düzəldə biləcəyini dəyərləndirir. Yəni, artıq sadəcə faktı xatırlamaq və qaydanı tətbiq etmək deyil. Burada şagird öz düşünmə və öyrənmə prosesini izləyir və idarə edir. Buna görə də metakognitivdir. Öz biliyini dərk etmək, öz səhvini görmək, hansı strategiyanın daha uyğun olduğunu müəyyən eləmək, özünü yoxlamaq, özünü qiymətləndirmək, bunlar meta olur. Deklarativ olmaq, çünki fakt, termin, qayda olsa deklarativ olardı. Anlayışlar və onlar arasında əlaqə olsa konseptual olardı. İşi necə yerinə yetirmək olsa prosedural olardı. Özünü qiymətləndirmə bunlardan fərqli olaraq öyrənmə prosesini özünə nəzarətdir. Belə yadda saxlayın. 23-cü suala baxıram. Şagird laboratoriyada məhlul hazırlayarkən maddəni tərəzidə ölçür və müəyyən həcmdə suda həll edir, qarışdırır və məhlulu etiketləyib saxlanma qabına tökür. Bu tapşırıqda tətbiq olunan bilik növünə uyğun olan tapşırığı müəyyən edin. Sualda nə deyir? Şagird maddəni tərəzidə ölçür, müəyyən həcmdə suda əldə edir, qarışdırır, etiketləyib qaba tökür. Yəni ki, açıq-açıq deyir ki, addım-addım icra olunan əməliyyat var. Yəni, şagird burada prosedural həyata keçirir. Laboratoriyada məhlul hazırlamaq prosedural bilik olmuş olur. Çünki burada əsas məsələ hansısa məlumatı sadəcə bilmək deyil. İşi müəyyən qayda və ardıcıllıqla yerinə yetirməkdir. Necə etməkdir? Ona görə burada olur. Cavabımız prosedural bilik. İndi baxaq variantlara. Fotosintezin hansı canlılarda və hansı orqanoiddə baş verdiyini qeyd eləyin. Bu fakt anlayışla bağlıdır. Deklarativdir, faktolojdir, prosedural deyil. Yeni hökmdarın yerli qanunları ləğv etməsi niyə üsyan riskini artıra bilər? Niyə, nə üçün sualı varsa nə idi dedim? Konseptual. Ona görə bu da getdi, çünki səbəb-nəticə əlaqəsi var. C-də deyir, sənaye inqilabı nədir və ilk olaraq hansı ölkədə başlamışdır? Nədir? Anlayış, fakt var, deklarativdir, faktolojidir. D-də deyir, şagird müxtəlif yaş qruplarına aid insanların qan təzyiqini ölçür. Deməli, addım-addım icra var. Cihaz hazırlamaq, manşet taxmaq, ölçmə aparatı, ölçmə aparmaq daha doğrusu, nəticəni qeyd etmək. Yəni, prosedural bilikdir. Laboratoriyada məhlul hazırlamaqla eyni tip biliyə uyğundur. Cavabım D bəndidir. 7 deyir, niyə yaş artdıqca bir çox insanda qan təzyiqinin yüksəlməsi ehtimalı artır? Niyə sualı var? Bu konseptualdır. Ona görə burada cavabım oldu D bəndi. Keçək 24-cü sualımıza.
Deyir ki, biliklə bağlı hansı yanlışdır, daha doğrusu hansı doğrudur? Bilik insanın faktları, anlayışları və qaydaları öyrənib mənalandırması və onları yeni vəziyyətlərdə tətbiq edə bilməsidir. Bəli, doğrudur. Çünki faktları öyrənmək, anlayışları mənalandırmaq, yeni situasiyada tətbiq etmək biliyin tam və düzgün tərifidir. Mövzunu təkrar etmək və yeni situasiyalarda tətbiq etməyə ayrıca məşq etmək vacib deyil. Çünki bilik zaman keçdikcə avtomatik möhkəmlənir. Bu yanlışdır. Bilik öz-özünə möhkəmlənmir. Təkrar və tətbiq vacibdir. Getdim. Konseptual biliyə malik olmaq üçün anlayışlar arasındakı əlaqələri ümumi təsvir etmək kifayətdir. Şərtləri və istisnaları nəzərə almaq ikinci planda qalır. Bu yanlışdır. Çünki əlaqələr, şərtlər, istisnalar hamısı vacibdir konseptual bilikdə. deyir, prosedural bilik daha çox dəqiq və tətbiqi fənlərdə ön plana çıxır. Çünki bu sahələrdə nəticəyə çatmaq üçün müəyyən ardıcıllıqla icra olunan üsullar tələb olunur. Bu qismən doğrudur, amma tam deyil. Çünki bu yalnız prosedural biliyin bir hissəsini izah edir. Ümumi doğru fikir deyil. Yalnız bir istiqamətdə olmur ki, bir neçə istiqamətdə olur. Deyil, tam doğru deyil. Y'də deyil, metakognitiv bilik insanın daha çox güclü və zəif tərəflərini ümumi şəkildə tanımasıdır. Metakognitiv bilik yalnız güclü zəif tərəfləri tanımaq deyil, həm də planlamadır, nəzarətdir, qiymətləndirmədir. Ona görə cavabım A bəndə olur. Yəni, bilik yalnız faktların mənimsənilməsi deyil, onların mənalandırılması, yeni situasiyalarda tətbiq olunmasıyla xarakterizə olunur. Keçək 25-ci sualımıza. Hansı 24 oldu. 25-də deyir ki, verilənlərdən bir faktoloji biliyi yoxlayan sualdır. Füzuli nə üçün Leyli Məcnun mövzusuna müraciət etmişdir? Nə üçün, niyə sualı varsa konseptualdır. Çünki səbəb soruşur. Getdi. Metaforun metonimiya ilə fərqlərini müəyyən edin. Bu da fərqləndirmə var, konseptualdır. Azərbaycan ədəbiyyatının, yəni bir yox, iki dənə isim var. Metafor var, metonimiya var. Eləcə desək ki, metafor nədir? Bu faktoloji olur. Amma metafor da deyil, metonimiyandır deyil. İki dənə isim varsa artıq mürəkkəbdir, konseptualdır. Azərbaycan ədəbiyyatında ilk divan müəllifi kimdir? Sadə fakt istəyir bizdən. Sadəcə fakt var burada. Faktoloji bilikdir, C bəndidir. Koroğlu dastanının Azərbaycan ədəbiyyatındakı əhəmiyyətini müəyyən edin. Bayaq dedim, əhəmiyyət, mahiyyət görəndə konseptual axtarın. Kompüter işə salmaq üçün hansı ardıcıllığa riayət etmək lazımdır? Ardıcıllıq varsa, burada prosedural var, necə sual var. Faktoloji bilik konkret məlumatların, adların və faktların xatırlanmasına əsaslanır deməkdir deyə cavabım oldu. C bəndi. Keçək 26-cı sualımıza. Uyğunsuzluğu istəyir bizdən. Konseptual bilik yol nişanları arasında piyada keçidi nişanını tapın. Konseptual bilikdə yol nişanları arasında piyada keçidi nişanı tapın və bu nişanın nəyi bildirdiyini yazın. Yol nişanı arasında piyada keçidi nişanı tapın, nəyi bildirdiyini yazın. Anlayışının, belə deyək də, mənasını bilmək, simvolun mənasını bilmək olmalıdır burada. Burada uyğunsuzluq istəyir bizdən. Bu tapşırıqda ümumiyyətlə şagird nişanı tanıyır, onun mənasını izah edir. Yəni, bu simvolun mənasını bilmək tələb olunur, bir neçə şeyin yox. Ona görə konkret işarəni tanımaq, onun nə demək olduğunu xatırlamaq faktoloji bilikdir. Ona görə, yəni bir dənə fikir var da, bu konseptual ola bilməz. Ona görə faktolojidir. Cavabım olur A bəndi. Yenə deyirəm, çünki burada anlayışlar arasında dərin əlaqə qurmaq, ümumiləşdirmək, müqayisə aparmaq tələb olunmur ki, sadəcə konkret nişanı tapmaq, mənası demək lazımdır. Cavabım A bəndi. B-də deyir ki, xəritə üzərində məsafəni xətt ilə ölçün, alınan göstəricinin miqyasa uyğun çevirin və nəticəni kilometrə yazın. Bəli, proseduraldır, çünki ölçmək var, çevirmək var, nəticəni yazmaq var. Ardıcıl əməliyyatlar var, prosedural bilikdir. Necə etmək sualına cavab verir. C-də deyir, mövzuda ən çətin hissəni yazın, onu öyrənmək üçün seçdiyiniz strategiyanı qeyd edin və sonda özünüzü yoxlamaq üçün 2 sual hazırlayın. Burada şagird çətinliyi müəyyən etməlidir, strategiyanı seçməlidir, özünü yoxlamalıdır. Bu metakognitiv biliyin əsas əlamətidir. C doğrudur. Faktoloji bilik insan skeletində ən uzun sümüyün adını yazın, hansı bədəndə yerləşdiyini qeyd edin. Bəli, sümüyün adını, yerini soruşur, sırf konkret faktın xatırlanması da faktoloji bilikdir. Məktəbdə yanğın həyəcanı siqnal verildikdə sinifdə evakuasiya prosesini yerinə yetirin. Burada müəyyən qaydalar, addımlar əsasında davranmaq tələb olunur. Yəni, necə çıxmaq, hansı ardıcıllıqla hərəkət eləmək, təhlükəsizlik qaydalarına əməl etmək. Yəni, bu praktik fəaliyyət olsa da mahiyyətcə yenə prosedural bilikdir. Çünki şagird necə davranmalı olduğunu tətbiq edir. Cavabım A oldu. Çünki, dediyim kimi,
Faktoloji deklarativ bilik olmuş olur. Adını, mənasını, tarixi soruşursa faktolojidir. Əlaqə, səbəb, ümumiləşdirmə, mahiyyət, əhəmiyyət deyirsə konseptualdır. Addım-addım ardıcıllıq, icra, necə sualına cavab varsa proseduraldır. Strategiya, özünü yoxlama, planlama istəyirsə metakognitivdir. Cavabım oldu A bəndi. 27-ci suala baxıram. Biliklə bağlı yanlış fikir hansıdır? Faktoloji bilik taksonomiyasının aşağı səviyyələrinə uyğun gəlir. Bəli, doğrudur. Çünki məlumat xarakterli bilmə, anlama, tətbiq burada yer almış olur. Yəni faktlar, terminlər, faktoloji, konkret məlumatlar burada yer alır. Xatırlamaq, tanımaq səviyyəsi. Bloom taksonomiyasına görə. A, doğrudur. Metakognitiv biliyə öyrənmə prosesindəki bəzi strategiyaları bilmək də aiddir. Bəli, strategiya seçməyi, necə öyrəndiyini bilməyi, özünü idarə metakognitivdir. Uzun riyazi əməllərin yerinə yetirilməsi prosedural biliyin tətbiqini tələb edir. Bəli, çünki ardıcıllıq var, addım-addım icra var, proseduraldır. Prosedural bilik müəyyən müddətdən sonra avtomatikləşə bilər. Bəli, sürücülük, yazı yazmaq, hesablamalar, məşq etdikcə avtomatik olur. Doğrudur. Faktoloji bilik digər biliklər arasında əlaqə qurmağı tələb eləyir. Bu səhvdir. Çünki faktoloji bilik sadəcə faktı bilməkdir. Əlaqə qurmaq konseptual biliyə aiddir. Elə bir bu mürəkkəb cümlənin tərifini sadə cümlədə verir. Olmaz. Yəni, faktoloji bilik nədir? Sualına cavab verir. Konseptual bilik niyə? Necə əlaqələndirmək, nə üçün sualına cavab verir. Prosedural bilik necə edilir, necəni edilməni eləyir. Metakognitiv bilik, amma necə öyrənirəm. Düzdür, hamısında necə var, ancaq sırf necə öyrənmək, necə onu üzərində icra etmək, onlar olsaydı, necə öyrənirəmsə metakognitivdir, necə edilirsə proseduraldır, niyə və necə əlaqələndirilir, nə üçün sual varsa konseptualdır. Ona görə burada cavabımız oldu Y bəndi. 28-ci suala baxırıq. Prosedural biliklə bağlı fikirlərdən hansı yanlışdır? Ardıcıl şəkildə icra olunan addımlar seriyasıdır. Bəli, bu proseduraldır. Çünki işin icrası var, ardıcıllıq var, necə etmək, sualına cavab vermək var, üsul var, alqoritm var. Doğrudur. Avtomatikləşmir, yəni düşünülmədən tətbiq oluna bilmir. Yanlışdır. Çünki prosedural bilik təkrar ilə avtomatlaşır. Yəni bayaq dediyimiz kimi riyazi əməliyyatlar, yazı yazmaq, sürücülük kimi fikirlər bir müddətdən sonra düşünmədən edilir. Yanlışdır B bəndi. Cavabım B bəndidir. C-də deyir, dəqiq fənlərdə misal və məsələ həlli bu biliyə əsaslanır. Bəli, riyaziyyat, addım-addım həll, prosedural deməkdir. Lazım addımlar sabit və dəyişkən şəkildə icra oluna bilər. Doğrudur. Bəzən sabit alqoritm olur, bəzən situasiyaya görə dəyişir. Hər hansı bir fənnə aid olan alqoritm prosedural biliyə aiddir. Doğrudur. Çünki alqoritm varsa prosedural bilik var deməkdir. Cavabım A bəndi. 29-a baxıram. Hansı fikir doğrudur? Baxaq. Mövzunun dərindən öyrənilməsində konseptual biliyin rolu önəmlidir. Xeyr, əlbəttə ki, önəmlidir. Dərindən öyrənsən konseptini, anlayışları, ümumi hər şeyi öyrənsən. Dərindən öyrənməkdə konseptual bilik olmalıdır. Yəni, sən dərindən öyrənməsən necə onu mənimsəyə bilərsən? Bu doğru yanaşma deyil. Dərin öyrənmə, anlayışlar arasında əlaqə deməkdir. Ən vacib rol eləməz konseptual bilikdir. Spesifik və terminoloji biliklər faktoloji biliyin növləri olsa da, onlar arasında bir bağlılıq yoxdur. Yanlışdır bu. Faktoloji bilik bir-biri ilə əlaqəlidir. Bağlılıq yoxdur, o yanlış fikirdir. C-də deyir, konseptual bilik faktoloji bilikdən asılı olmadan formalaşa bilir. Yanlışdır. Anlayışlar faktlar üzərində qurulur. Faktoloji bazı olmadan konseptual bilik yarana bilməz. Prosedural bilik özündə fəaliyyət ardıcıllığını ehtiva edir. Bəli, doğrudur. Prosedural bərabər də addım-addım icra ardıcıllıq. Doğru, cavabım D bəndi. Y-də deyir, metakognitiv biliyin məzmununun öyrədilməsinə bir təsiri yoxdur. Yanlışdır axı, metakognitiv bilik öyrənməni planlayır, strategiyanı seçir, nəticəni yaxşılaşdırır, böyük təsiri var. Bu yanlışdır. Konseptual bilik dərin anlamanı formalaşdırır, faktoloji bilik bazanı formalaşdırır, prosedural bilik ardıcıllığı formalaşdırır, metakognitiv bilik öyrənməni gücləndirir. Yaddan çıxartmayın. 29 oldu D bəndi. 30-cu sualla davam edirik. Prosedural biliklə bağlı hansı fikir doğrudur deyə bizdən soruşur. Prosedural bilik işi yerinə yetirmə ardıcıllığını izləmək əvəzinə qaydanı sözlə izah edib ümumi məntiqi anlamaq kimi qiymətləndirilir. A yanlışdır, çünki prosedural bilik qaydanı sadəcə izah etmək deyil. Bu,
konseptual biliyə və ya deklarativ biliyə aid olan bir ifadədir. Çünki anlamaq həm deklarativdə olur, həm konseptualda. Sadə bir şey anlamaq deklarativdir, biraz mürəkkəb fikir anlamaq konseptualdır. B-də deyir, prosedural bilik əsasən qaydanı nəzəri formada ifadə etmək və nümunəni şərh etmək səviyyəsində formalaşır. Bu da yanlışdır. Çünki bu deklarativ bilikdir. Qaydanı nəzəri formada ifadə etmək prosedural getmir. Məlumat xarakterlidir. C-də deyir, prosedural bilik məlumatı əzbərləməklə yaranır, addımları ardıcıllıqla xatırlamaq bacarığının formalaşması üçün kifayətdir. Bu da yanlışdır, çünki sadəcə əzbərləmə prosedural bilik yaratmır. Burada icra və tətbiq vacibdir. D-də deyir, bu bilik hər vəziyyətdə eyni qaydada tətbiq olunur, şərait dəyişsə belə addımları uyğunlaşdırmağa ehtiyac qalmır. D-də yanlışdır, çünki prosedural bilik şəraitə uyğun dəyişə bilir, yəni hər zaman eyni qaydada tətbiq olunmur. Y-də deyir, prosedural bilik bir işi necə yerinə yetirməyi göstərən bacarıq yönümlü bilikdir və əsasən mərhələli icra təcrübə sayəsində möhkəmlənir. Bayaq dedim, necə sualına cavab vermək proseduraldır, niyə, nə üçün sualına cavab verən konseptualdır. Bir işi necə yerinə yetirməyi göstərirsə proseduraldır, mərhələli icra varsa proseduralın əsas xüsusiyyətidir, təcrübə ilə möhkəmləndirmə varsa proseduralın ən vacib xüsusiyyətlərindəndir. Cavab Y bəndidir. 31-ci sualımıza baxaq. Deyir ki, uyğunluq pozulmuşdur. Metakognitiv bilik düsturları yadda saxlamaq üçün fərqli strategiyalar bilmək. Bəli, mənim özümə xas öyrənmək strategiyam varsa, bu metadır. Çünki metakognitiv bilik artıq kognitivin üstüdür. Yəni, düsturu yadda saxlamaq üçün fərqli strategiya bilirəmsə, deməli, öyrənmə strategiyam var. Özümə xas idarə etmə strategiyam var. Bu metakognitivdir. B-də deyir ki, faktolojiyaya aiddir, daş dövrü hansı mərhələlərdən ibarət olduğunu bilir. Bəli, doğrudur, çünki fakt var və məlumat var, faktolojidir. Sürünənləri ekoloji qruplara ayırmaq konseptualdır. Burada ayırmaq, qruplara ayırmaq, birləşdirmək, ümumiyyətlə qruplar, ümləşdirmələr, konsept halına salır da. Konsept qruplaşdırmalı deməkdir. Və ya da qrupa ayırmaq deməkdir. Yəni, C bəndi doğrudur. D-də deyir, xətti tənliklərin həlli yollarını bilmək. Bəli, xətti tənliyin həlli yollarını bilirsə, deməli, addım-addım icranı reallaşdıra bilir. Göllərin axarlı və axarsız olduğunu bilmək. Bu sadəcə məlumat xarakterli bilikdir. Ona görə deklarativ olmalıdır, ancaq burada konseptual veribdir. Cavab ona görə Y bəndi olmuş oldu. 32-ci suala baxırıq. Biliklə bağlı yanlış fikir hansıdır? Biliyin qəbulunda şagird aktiv tərəf olmalıdır ki, bəli, şagird yönümlü prinsipinə əsasən doğrudur. Faktoloji biliyin heç də hamısı şagirdə öyrədilmir. Bəli, seçici məlumatlar olmalıdır, hamısı öyrədilməməlidir. Nəzəriyyə və modellərlə konseptual bilik, nəzəriyyə və modellər konseptual biliyə aiddir, doğrudur. Modellər, qruplaşdırmalar, nəzəriyyələr hamısı konseptualdır olur, çünki konsept halına salır. Öyrənilənlər alqoritm şəklində mütləq tətbiq edilməlidir ki, prosedural bilik formalaşsın. Xeyr, şərt deyil. Məsələn, elə uşaqlar vurma cədvəlini prosedural biliklə öyrənir. Məsələn, 9 dəfə 8-i öyrənənə kimi neçə dəfə prosesdən keçir. Ancaq o qədər onu təkrar edir ki, avtomatikləşir. Yəni, hər dəfə, məsələn, kimsə soruşanda 8 dəfə 8 neçə edir, yəni o götürüb onu vurmağa ehtiyac duymur. Şifahi olaraq onu cavablandıra bilir. Doğrudur. Y-də deyir, yəni yanlış Y-dir daha doğrusu. Prosedural bilik formalaşması üçün, yəni şərt deyil ki, mütləq tətbiq olunsun. Şagird qəbul etdiyi biliyi kognitiv və metakognitiv analizlərdən keçirməlidir. Bəli, birinci dərk eləməlidir, sonra özü üçün də onu, belə deyim də, dərk eləməlidir. Deməli, burada cavabımız nə oldu? D bəndi 32 yanlış fikir D bəndi olmuş oldu. Bir də onu vurğulayım ki, təhsildə heç nə mütləq və tək yol deyil. Prosedural bilik yalnız alqoritmlə deyil, müxtəlif yollarla da formalaşa bilər. Yəni, praktik fəaliyyətlə, bacarıqla, təcrübə ilə, çevik tətbiqlə, yaradıcı fəaliyyətlə, problem həllindən,
Ona görə onu da götürmək. Yəni nəzərinizdə o canlansın ki, şərt deyil ki, bir şeyi icra eləyəsən. Yəni belə əzbərdə deyə bilərsən, prosedural biliklə bağlı olan bir şey olanda. Belə. Sonra 33-cü suala keçirik. Hansı tapşırıq konseptual biliklə bağlıdır? Qüvvə, sürət, kütlə anlayışının ölçü vahidini yazın deyir. Yəni burada nə var? İşin icrası var. Alqoritm var. Ona görə burada cavabımız A bəndi prosedural biliklə bağlı olur. Bizdən konseptual istəyir. Konseptual bilik bilirik ki, anlayışlar var, əlaqə var, səbəb-nəticə var, mahiyyət var, əhəmiyyət var, fərqləndirmə var, qruplaşdırma var, təsnifat var, fərqi anlamaq var. Yəni belə. A bəndində ölçü vahidini yazın deyir. Ona görə bunu prosedural götürürük. Şagird məxrəclərin müxtəlif olan kəsirləri toplayır. Bu da prosedural bilikdir. Addım-addım əməliyyat var. Sonra verilmiş cümlələri sadə və mürəkkəb cümlələr olmaqla qruplaşdırın. Qruplaşdırmaq, ayırmaq, birləşdirmək, təsnifat, anlayışların fərqi konseptualdır. Cavab C bəndidir. Hansı üsulla daha yaxşı öyrənirsən və hansı şəraitdə diqqətin daha da çox dağılır? Ümumiyyətlə bu təhlil mərhələsi taksonomiyanın. Daha sözünü harda görəndə həmişə təhlil etməni axtarmaq lazımdır. Və sənə xas olan bir qabiliyyət soruşur. Daha hansı yolla yaxşı öyrənirsən? Bu metakognitivdir. Necə daha yaxşı öyrəndiyini düşünün. Soruşur. Xəritədə Azərbaycanı tap, paytaxtını və 3 qonşu ölkəni yaz. Tapmaq, yazmaq faktoloji bilikdir. Ondan sonra 33 oldu C bəndi. Keçirik 34-cü sualımıza. 34-cü sualda deyir ki, tarix dərsində şagirdə bir hadisə haqqında 2 fərqli mənbə verilir və o mənbələrin müəllifini və yazılma vaxtını müəyyənləşdirir. Məqsədini təhlil eləyir, sonra məlumatları uyğun gəlib gəlmədiyinə görə müqayisə edib nəticə çıxarır. Bu situasiyada hansı bilik növü iştirak, inkişaf edir? Fikir verin. Müəyyən elədi. Müqayisə var. Müqayisə sözü var, nəticə sözü var. Ümumiyyətlə, sualın məzmununda nə deyir? Şagird hadisə haqqında fərqli mənbələr alır, onların məqsəd və yazılma vaxtını müəyyən edir. Sonra məlumatları müqayisə edib nəticə çıxardır. Yəni, şagird burada sadəcə məlumat əzbərləmir, alqoritmi də icra eləmir. Əksinə, mənbələr arasında əlaqəni qurur, müqayisə edir, təhlil edib nəticə çıxardır. Konseptual bilikdə nəyə xoşdur? Anlayışlar və məlumat arasında əlaqə qurmanı xoşlayır, müqayisə etməni xoşlayır, təhlil etməni, ümumi nəticə çıxartmanı xoşlayır. Bu sualda da bunların hamısı var. Faktoloji bilik olmaz, sadəcə faktları bilmək olsa olardı. Amma burada analiz var. Prosedural olmaz, addım-addım icra olmalıdır. Burada sadə ümumiyyətlə alqoritm yoxdur. Sərt alqoritm yoxdur. Düzdür, gedişat var, amma sərt alqoritm yoxdur ki, sırf sən bunu icra eləməlisən. Metakognitivlik yoxdur, öz öyrənməni analiz etmək, belə şey yoxdur. Anlamaq taksonomiyanın bağlıdır. Burada da yəni taksonomiyanın mərhələsidir. Burada biliklə bağlı deyil. Ona görə 34 B bəndi olmuş oldu. 35-ci sualımıza keçirik. Konseptual, prosedural, faktolojiyaya aid olanları istəyir. Bitkilərdə fotosintez və tənəffüs prosesi arasında əlaqəni izah et. Əlaqə, səbəb, nəticə, mahiyyət, əhəmiyyət, fərqləndirmək, qruplaşdırmaq sözləri görəndə konseptual axtarmalıyıq. Deməli, 1A olmuş oldu. Anlayışlar var burada. Fotosintez var, tənəffüs var. Onların əlaqəsi izah olunur. Konseptual bilikdir. İşıq mikroskopunda preparat hazırla və müşahidə apar. Addım-addım əməliyyat var. Praktik fəaliyyət tələb olunur. Buna görə də prosedural bilikdir. 2B-dir. Azərbaycan Xalq Cümhuriyyəti hansı ildə elan olunub? Sadəcə tarixi fakt soruşulur. Ona görə də faktoloji deklarativdir. Cavabımız olur 1A, 2B, 3C. Sonra 36-cı suala baxırıq. Deyir ki, deklarativ bilik haqqında deyilənlərdən hansı doğrudur? Hər hansı bir sahəni anlamaq üçün lazım olan əsas elementləri əhatə edir. Bəli, hər hansı bir sahə ilə bağlı faktları, məlumatları, oradan ilkin məlumatları özündə cəmləşdirir. Faktı,
termindir, nə bilim nə deyir, anlayışlardır, əsas məlumatlardır, qayda və prinsiplərin ifadə olunmuş formalar. Yəni bir sahəni öyrənmək üçün əvvəlcə onun əsas elementlərini bilmək lazımdır. Məsələn, tarixdə tarixlər, şəxsiyyətlər, hadisələr, sonra biologiyada terminləri, orqanları, anlayışları, hər hansı bir dildə qaydalar, təriflər, bunları biləndə deklarativ bilik olur. A doğrudur. Şagirdin özü üçün öyrənmə strategiyasını müəyyənləşdirməsi, bu özü üçün sözü varsa metakognitivdir. Özünə strategiya qurur. Şagird öz öyrənməsini necə planlaşdırılması metakognitivdir. Meyarların müəyyənləşdirilməsi üçün istifadə olunan bilikdir. Meyarlar, lər, anlayışlar konseptual biliyə aiddir. Çünki meyar, əlaqə, struktur, təsnifat kimi məsələlər konseptual sahəyə aiddir. Bir işin alqoritmi haqqında biliklər addım-addım icra var, necə etmək və prosedural bilikdir. Şagirdin ümumiləşdirmə ilə əldə etdiyi biliklər ümumiləşdirmə, qruplaşdırma, konsept halına salmaqdır. Çünki əlaqə, nəticə çıxartma burada yer almış olur. Cavab deklarativ bilikdir, çünki faktlar əsas elementlər, məlumatlar deklarativdə olur. 36 adım. 37-ci suala baxırıq. Şagird himnin dövlət rəmzi kimi əhəmiyyətini izah edir. Dedim ki, əhəmiyyət, mahiyyət, səbəb, nəticə, əlaqə, bunları görəndə bilin konseptualdır. Burada şagird sadəcə himn dövlət rəmzidir, faktını demir ha. Himnin əhəmiyyətini izah edir deyir. Ona görə də himnin anlayışını bilir, dövlət rəmzi anlayışını bilir, bu ikisi arasında əlaqəni qurur, himnin məna və funksiyasını şərh edir. Yəni, məhz anlayışlar arasındakı əlaqəni, mənanı, rolu, funksiyanı izah etmək üçün bizə konseptual bilik lazımdır. Faktoloji olmaz, çünki faktoloji olsa belə olardı. Azərbaycanın dövlət himni var. Himn dövlət rəmzidir. Belə olsa olardı, amma burada əhəmiyyətini izah edir deyir. Bu artıq sadə fakt deyil axı. Prosedural olmaz. Prosedural bilik necə etmək sualına cavab verir. Necə yazmaq, necə əldə etmək, necə tətbiq etmək. Burada isə heç bir əməli ardıcıllıq yoxdur. Metakognitiv olmaq, çünki metakognitiv bilik insanın öz düşünməsini və öyrənməsini, dərk etməsini deməkdir. Mən bu mövzunu hansı üsuldan daha yaxşı öyrənirəm olsaydı, metakognitiv olardı. Spesifik olmaq, çünki burada bilik növü kimi əsas təsnifata uyğun gəlmir bu. Sual klassik bilik növləri üzərində qurulubdur. Yəni, sırf spesifikliyi burada göstərmir. Əhəmiyyətini izah etmək, məna, əlaqə, funksiya konseptual bilikdə yer almış olur. 38-ci sual. Hansı yanlışdır deyir. Sintaktik təhlil zamanı istifadə olunan terminlər faktoloji biliyə aiddir. Bəli, bu doğrudur. Çünki, məsələn, sintaktik təhlildə istifadə olunan bəzi terminlər, məsələn, mübtəda, xəbər, tamamlıq, cümlə üzvləri, bunlar əvvəlcə faktoloji, məlumat xarakteri bilikləri olur. Doğrudur. Konseptual bilik, deklarativ biliklər üzərində qurulmuşdur. Bəli, çünki konseptual bilik faktlar, terminlər, anlayışlar üzərində qurulur. Yəni, deklarativ bilik çox vaxt konseptual biliyin bazası rolunda çıxış edir. Deklarativ bilik sadə cümlədir, konseptual bilik mürəkkəb cümlə. Belə yadda saxlayın. Sözün fonetik təhlili yolunu bilmək prosedural bilikdir. Doğrudur, çünki addım-addım təhlil aparırsan, necə analiz etməyi bilirsən, proseduraldır. İnsan özü haqqında biliyə malikdirsə, bu metakognitivdir. Bəli, insanın öz biliyini tanıması, öz gücü, zəif tərəfləri bilməsi, necə öyrəndiyini anlaması, bunlar hamısı metadır. İki hadisənin oxşar və fərqli xüsusiyyətlərinin müqayisə edilməsi proseduraldır. Xeyl, bu anlayışların arasında əlaqə qurmaqdır, fərqləndirməkdir, təsnif etməkdir, ümumiləşdirməkdir. Prosedural yox, konseptual bilikdir. Niyə prosedural deyil? Çünki prosedural bilikdə əsas sual nədir? Necə etmək? Hansı ardıcıllıqla icra eləmək? Amma müqayisədə əsas məqam nədir? Əlaqəni görmək, fərqi anlamaq, məntiqi təhlil aparmaq. Ona görə cavabım Y bəndi olmuş olur. 39-cu sualımıza keçirik. Hansı fikir doğrudur deyir bizə. Effektiv olması üçün tətbiqi xarakter daşıyan biliklərin şagirdlərə öyrədilməsi məqsədə uyğundur. Baxın, effektiv olması üçün deyir, tətbiqi xarakter daşıyan biliklərin şagirdlərə öyrədilməsi məqsədə uyğun hesab olunur. Bəli, yəni bilik yalnız nəzər olmamalıdır deyir. Yəni, tətbiq olunan bilik, praktik bilik olmalıdır. Şagird öyrəndiyini real həyatda da istifadə eləməlidir. Kompetensiya əsaslı təhsil prinsipindədir bu.
Doğrudur. Cavabəndir. Şagird yönümlü dərsdə müəllimin əsas rolu şagirdə informasiyanı ötürməkdir. Xeyr, şagird yönümlü dərsdə müəllim bələdçi rolunda, fasilitator rolunda, yönəldici rolunda çıxış eləməlidir. İnformasiya verən yox. Spesifik xüsusiyyətləri bilmək konseptual biliyə aiddir. Spesifik xüsusiyyətləri bilmək faktoloji biliyə aiddir. Konseptualın olmur. Prosedural bilik çünki məlumat xarakterlidir. Prosedural bilik şagirdin özü haqqında biliyi əhatə etməsidir. Xeyr, metakognitivdə öz sözünü harda göründə metanı axtarın. Sonra metakognitiv bilik ardıcıl şəkildə atılan addımlar sırasını nəzərdə tutur. Addım varsa, icra varsa bu prosedural bilikdir. Ona görə cavabım A bəlidir. Və 40-cı sual. Əgər cəmiyyətdə hər kəs hər zaman, hər yerdə istədiyini etsəydi, insanların həyatı necə olardı? Verilmiş suala cavab verən şagird biliyin hansı növündən istifadə edəcəkdir? Baxın, burada sualda şagird fakt demir, alqoritm icra etmir, əksinə düşünür, təhlil edir, səbəb-nəticə əlaqəsi qurur, cəmiyyət anlayışını şərh edir. Bu da nə deməkdir? Şagird azadlıq, qayda, cəmiyyət anlayışlarını əlaqələndirir, hipotetik vəziyyəti analiz edir. Bu da konseptual bilikdir. Deklarativ olmaz, fakt yoxdur. Prosedural olmaz, əməliyyat yoxdur. Spesifik olmaz, uyğun gəlmir. Metakognitiv olmaz, öz öyrənməsini analiz eləmir. Əgər bu belə olsa necə olardı tipli suallar konseptual bilikdə yer almış olur. Məsələn, deklarativ olsa necə olardı? Cəmiyyətdə qaydalar nədir? Azadlıq anlayışı nədir? Cəmiyyət nədir? Belə olsaydı deklarativ olardı. Yəni şagird sadəcə fakt və tərif desəydi. Prosedural olsa necə olardı? Məsələn, cəmiyyətdə qayda pozuntusunun qarşısını almaq üçün hansı addımlar atmaq lazımdır? Qanunların tətbiqi məsələn necə həyata keçirilir? Sualları olsa prosedural olardı. Spesifik olsa necə olardı? Məsələn, deyək ki, Azərbaycan Respublikası hansı qanunlar mövcuddur? Cəmiyyətin konkret bir qaydasını qeyd elə. Desəydi spesifik olardı. Burada met olsa necə olardı? Məsələn, sən bu mövzunu necə daha yaxşı başa düşdün? Bu sualı cavablandırarkən hansı düşünmə strategiyasını istifadə edin? Yəni, öz düşünmə analizini soruşsaydı. Ancaq burada konseptualdır. Çünki incə dediyimiz kimi bu sualda şagird hipotetik vəziyyəti düşünür. Yəni, əgər belə olsaydı. Səbəb-nəticə əlaqəsini qurur. Cəmiyyət anlayışını analiz edir. Qayda, azadlıq, məsuliyyət kimi anlayışları əlaqələndirir. Burada anlayışlar arası əlaqə plus təhlil var. Bu da konseptual bilikdir. Yaddan çıxartmayın. Bu qədər uğurlar.